Ermənistanın tam müstəqil dövlət olması üçün resursları kifayət eləmir. Ermənistan hökmən kiməsə arxalanmalıdır, kimdənsə qopmaq üçün. Sadəcə olaraq Ermənistan Qafqazda forpost, marionet dövlət imicini nisbətən müstəqil dövlət imicinə dəyişmək üçün Rusiyanın caynağından çıxmalıydı. Və bunu qərb texnoloqları məxməri inqilab vasitəsilə həyata keçirdilər və Ermənistan hökmən asılılıqdan qurtarmaq üçün, bəli, Türkiyə ilə Azərbaycanın, necə deyərlər, daha çox qulaq asmalıdır sözlərinə. Çünki Rusiya ona qulaq asmır və yaxud da müstəqillik tanımır, öz bir ərazisi kimi, bir quberniyası kimi davranır. Ancaq Azərbaycan ən azından onu müstəqil dövlət kimin inkişafına kömək eləyə bilər. Türkiyə də eyni zamanda o baxımdan. Yəni Azərbaycan və Türkiyənin nəzarətində olmaq Ermənistana suveren hüquqlarından daha çox istifadə etməli. Daha çox fayda gətirə bilər ki, nəinki Rusiyanın təsirində qalmalı.